Baxın, bildiyiniz kimi həftə sonları, xüsusilə bazar günü Azparking pulsuzdur parklanma. İstəyərdinizmi ki, bayram günlərində də parklanma pulsuz olsun? Bəli, bununla bazar günündə pulsuz olmağı çox gözəldir, amma bayramlarda həm boşluq olur, yəni rahat durmağımız üçün şəhər boş olur, qalmamız üçün çox istəyərdik ki, yəni bayram günləri də pulsuz olsun. Harasa bir də başqa hardasa gedib boş yer axtarmaq, bunlar daha hər şey həm ekonomi tərəfdən, həm tərəfdən daha gözəl olar, daha münasib olar. Təkcə bazar günləri deyil, bayram günləri də parklamanın pulsuz olması məqsədə uyğun olardı. Çünki burada biz vətəndaşlara bildirməliyik ki, bu sistemin yaradılması vətəndaşlardan pul toplamaq deyil, bu sistemi nizamlamaq yoluna qoymaqdır. Və bazar günləri, eyni zamanda bayram günləri, istər Ramazan bayramı, Qurban bayramı və digər bayramlarda olsun, bu vaxtı şəhərdə demək olar ki, sıxlıq az olur, vətəndaşların çoxsu bölgələrə üz tutur, tətilə gedir və sıxlıq az olur. Buna görə də parklanma ilə bağlı hələlik bir o qədər problem olmur. Yəni bu dövrdə, yəni bayram günlərində parklanmanın pulsuz edilməsi məqsədə uyğun olardı deyə düşünürük və bu istiqamətdə addım atılması düşünürük ki, daha doğru olardı.